Salam Hürriyyət TV izləyənlər, xoş gəlmisiniz. Kanalımıza abunə olub, videolarımızı bəyənməyi və paylaşmağı unutmayın. Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsi səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin bir neçə rayon şöbəsində əməliyyat keçirib. Qafqaz Info əməliyyat nəticəsində ittiham verilən şəxslərin adlarını öyrənib. Bunlar Saatlı rayon şöbəsinin rəis müavini Araz Kərimli, Cəbrayıl rayon şöbəsinin rəis müavini Niyam Mədədsoyludur. Qaradağ rayon şöbəsindən isə Etibar Əliyev və Şamil Alıyevdir. Sözü gedən şəxslərin hər biri Cinayət Məcəlləsinin 311.3.2 təkrar rüşvət alma və başqa maddələrlə cinayət məsuliyyətinə cəlb ediliblər. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin prokurorluq tərəfindən keçirilən əməliyyatla saxlanılan əməkdaşları hakim qarşısına çıxarılıblar. Bakı Hərbi Məhkəməsi prokurorun təqdimatını təmin edib. Qərara əsasən təqsirləndirilən şəxslərin hər biri Araz Kərimli, Niyam Mədədsoylu, Etibar Əliyev, Şamil Aliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü mütəşəkkil dəstə tərəfindən təkrar külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunurlar.